2025-ci il ərzində Şahdağa 300 min nəfər turist üst tutmuşdur. Onlardan 170 min nəfər turist Şahdağ Turizm Mərkəzinin ərazisində yerləşən otellərdə gecələmişdir. Yeniliklərlə bağlı deyə bilərəm ki, Şahdağ Turizm Mərkəzinin ərazisində bu il yeni yaşayış obyektləri fəaliyyət göstərəcək. Ondan əlavə olaraq 2026-cı ilin qış mövsümü ərzində 10 kilometr yeni xizək yamacları və 2800 metr uzunluğunda olan 10 nəfərlik monogondol tipli kanat yolu fəaliyyət göstərəcək. 2026-cı ilin qış mövsümü ərzində eyni zamanda biz yeni otelin açılmasını planlayırıq və həmin oteldə yerləşən xizək simulatorlardan ictimaiyyətə təqdimatı olacaq. Bu o deməkdir ki, artıq Şahdağ Turizm Mərkəzinə tək qışda xizək sürmək üçün deyil, eyni zamanda turistlər gəlib həm xizək sürməyi öyrənə bilərlər, eyni zamanda da bu bizə gələcək idmançıların hazırlanmasına çox böyük kömək göstərəcək. Beynəlxalq yarışlarla bağlı deyə bilərəm ki, mart ayında Beynəlxalq Xizək və Snowboard Federasiyasının təşkil etdiyi Dünya Kubokunun Mogul növü üzrə final mərhələsi məhz Şahdağda keçiriləcək. Bu o deməkdir ki, qış mövsümü ərzində keçən Dünya Kuboklarının qalibləri Şahdağa gəlib və burada finalda iştirak edərək dünyanın ən güclülərini müəyyən edəcəklər. Bundan əlavə olaraq bildirmək istəyərdim ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının təşkil etdiyi Avropa çempionatı və Dünya Kuboku da mart ayının əvvəllərində Şahdağda keçiriləcəkdir. Hal-hazırda Şahdağ Turizm Mərkəzinin ərazisində eyni zamanda 1500 nəfər turist gecələyə bilər. Amma gündəlik turistlərin sayına gəldikdə isə 10 min nəfərə yaxın turist Şahdağ xidmətlərindən istifadə edə bilər. Rezervlərin sayı 100%-dir. Bildirmək istərdim ki, həmişə kimi məhz yeni illə bağlı Şahdağ Turizm Mərkəzinin ərazisində yerləşən otellər 3 günlük paketlər təqdim edirlər. Yəni ki, növbəti sualda qiymətləri də soruşacaqsınız. Yəni ki, qiymətlər 1435 manatdan 2200 manata qədərdir. Sözsüz ki, bu oteldən və proqramdan asılı olaraq qiymətlərdə dəyişikliklər olacaq.